Zekeriya Peyğəmbərin kitabı. Fəsil 1. Dariyuşun hakimiyyətinin 2-ci ilində 8-ci ayda İddo oğlu Berekiya oğlu Zekeriya Peyğəmbərə Rəbbin bu sözü nazil oldu. Rəbb atalarınıza çox qəzəbləndi. Ona görə də sən onlara de ki, qoşunlar Rəbbin sözü belədir. Mənə tərəf qaydın, qoşunlar Rəbbi buyurur. Mən də sizə tərəf qaydaram, qoşunlar Rəbbi deyir. Atalarınız kimi olmayın. Qabaqçı peyğəmbərlər onlara elan etdilər ki, qoşunlar Rəbbi onlara deyir, pis əməllərinizdən və pis işlərinizdən qaydın. Amma onlar eşitmədilər və mənə qulaq asmadılar. Rəbb belə buyurur. Atalarınız indi haradadır? Peyğəmbərlər də məgər əbədəcək yaşayırlar. Qullarım peyğəmbərlərə əmr etdiyim sözlərim və qaydalarım məgər onların başlarına gəlmədi. Onlar da tövbə edib dedilər, qoşunlar Rəbbi əməllərimizə və işlərimizə görə bizə nə etməyi düşünüb, bizimlə elə də rəftar edib. Dariyuşun hakimiyyətinin 2-ci ilində 11-ci ay olan Şebat ayının 24-cü günü İddo oğlu Berekiya oğlu Zekeriya Peyğəmbərə Rəbbin bu sözü nazil oldu. Gecə yarısı gördüm ki, qırmızı ata minmiş bir nəfər dərənin dibində Mərsin ağacları arasında durub. Onun arxasında da qırmızı, kəhər və ağ atlar var idi. Mən soruşdum, ay ağam, bunlar nədir? Mənimlə danışan mələk dedi, bunların nə olduğunu sənə göstərəcəyəm. Mərsin ağacları arasında duran adam cavab verdi, bunları Rəbb göndərib ki, dünyanı gəzsinlər. Onlar Mərsin ağacları arasında duran Rəbbin mələyinə cavab verdilər. Biz dünyanı gəzdik və gördük ki, bütün dünya asayiş və əminamanlıq içindədir. O vaxt Rəbbin mələyi dedi, ey qoşunlar Rəbbi, bu 70 il ərzində qəzəbləndiyin Urşəlimə və başqa Yəhuda şəhərlərinə nə vaxta qədər mərhəmət etməyəcəksən? Rəbb, mənimlə danışan mələyə yaxşı və təsəlli verici sözlərlə cavab verdi. Mənimlə danışan mələk mənə dedi, sözü elan edib de ki, qoşunlar Rəbbi belə deyir. Urşəlim və Səhyon üçün böyük qeyrət varımdır. Laqeyd olan millətlərin ziddinə çox qəzəbliyəm. Çünki mən biraz qəzəblənmişdim, lakin onlar vəziyyəti daha da pisləşdirdilər. Buna görə də Rəbb belə deyir. Mən mərhəmətlə Urşəlimə qayıtdım. Evim cinə orada qurulacaq. Urşəlimin üstünə ölçü ipi çəkiləcək. Qoşunlar Rəbbi buyurur. Sən bir daha elan edib de ki, qoşunlar Rəbbi belə deyir. Şəhərlərim cinə bolluqca dolub daşacaq. Rəbb Səhyona cinə təsəlli verəcək, cinə Urşəlimi seçəcək. Sonra başımı qaldırıb baxdım və 4 buynuz gördüm. Mənimlə danışan mələkdən soruşdum, bunlar nədir? O mənə cavab verdi. Bunlar Yahudanı, İsraili və Urşəlimi dağıtmış buynuzlardır. O vaxt Rəbb mənə 4 usta görsətdi.
Soruşdum, bunlar nə etməyə gəlirlər? O cavab verdi, bu buynuzlar Yahudanı elə dağıtdılar ki, heç kəs başını qaldıra bilmədi. Bu ustalar da gəldilər ki, Yahuda ölkəsini dağıtmaq üçün buynuz qaldıran millətləri dəhşətə gətirib buynuzlarını yerə çırpsınlar. Fəsil 2. Mən başımı qaldırıb baxdım və əlində ölçü ipi olan bir adam gördüm. Soruşdum, haraya gedirsən? O mənə dedi, Orşəlimi ölçməyə. Gedirəm ki, onun en və uzunluğunun nə qədər olduğunu öyrənim. Mənimlə danışan mələk yanımdan çıxanda, başqa bir mələk onu pişvaz etməyə gəldi. Və ona dedi, qaç o cavana de ki, içində adamların və heyvanların çox olduğu üçün Orşəlim duvarsız bir şəhər olacaq. Mən özüm onun ətrafında odlu duvara çevriləcəyəm. Onun içində izzət olacağım. Rəbb buyurur. Gəlin, şimal ölkəsindən qaçın, Rəbb deyir. Çünki sizi göydə dörd tərəfə əsən külək kimi dağıtmışam, Rəbb buyurur. Gələk Səhyon, sən ki Babil şəhərində yaşayırsan, qaçıb qurtar. Çünki qoşunlar Rəbbi deyir, İzzəti üçün məni sizi qarət etmiş millətlərin yanına göndərdi. Sizə toxunan onun göz bəbəyinə toxunmuş olur. Mən o millətlərin ziddinə əlimi qaldıracağam. Əsarətlərində olanlar onları talan edəcəklər. O vaxt biləcəksiniz ki, məni qoşunlar Rəbbi göndəribdir. Şadlıq edib sevinin ey Səhyon qızı, çünki gəlirəm və aranızda yaşayacağam, Rəbb buyurur. O gün çoxlu millətlər Rəbbə bağlanacaqlar və mənim xalqım olacaqlar. O zaman aranızda yaşayacağam. Siz biləcəksiniz ki, məni yanınıza qoşunlar Rəbbi göndəribdir. Rəbb müqəddəs torpaqda Yahudanı öz payı olaraq mülk alacaq və cinə Orşəlimi seçəcək. Ey bütün bəşər, Rəbbin qabağında sakit olun, çünki o öz müqəddəs məskənindən qalxıb gəlir. Fəsil 3. Rəbb mənə bunu göstərdi. Rəbbin mələyinin qabağında baş kahin Yuşə durmuşdu. Şeytan da onun sağında durmuşdu ki, ona ittiham vursun. Rəbb şeytana dedi, Rəbb sənə acıqlansın ey şeytan. Orşəlimi seçən Rəbb sənə acıqlansın. Məgər bu adam oddan çıxarılmış, yarısı yanmış odun tikəsinə bənzəmir. Yuşə əyninə çox çirkli paltar geyinib mələyin qabağında dayanmışdı. Bu mələk qabağında duranlara dedi, onun əynindən çirkli paltarı çıxardın. Sonra Yuşə dedi, bax, günahını sənin üstündən götürdüm. İndi sənə bayram paltarı geyindirəcəyəm. O vaxt mən dedim, qoy başına da təmiz əmmamə qoysunlar. Başına təmiz əmmamə qoyub ona paltar geyindirdilər. Rəbbin mələyi də yanında durmuşdu. Sonra Rəbbin mələyi Yuşəə şəhadət verib dedi, qoşunlar Rəbbi belə deyir. Əgər yollarımla gedəsən, verdiyim əmri saxlayasan, evimə sən başçılıq edəcəksən, səhnlərimi sən qoruyacaqsan. Burada duranların arasında içəri keçmək haqqını sənə verirəm. Ey baş kahin Yuşə, sən və sənin qabağında oturan yoldaşların,
qulaq asın. Çünki onlar gələcək hadisələrin əlamətidir. Mən Şaxə adlı qulumu gətirəcəyəm. Yuşəyin qabağına qoyduğum daşa baxın, o tək daşın 7 gözü var. Onun üstünə bir yazı oyub yazacağam. Qoşunlar Rəbbi buyurur. Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm. O gün hər biriniz qonşusunu öz tənəyi altına, əncir ağacı altına dəvət edəcək. Qoşunlar Rəbbi buyurur. Fəsil 4. Mənimlə danışan mələk geri qayıdıb, məni yuxusundan oyanan adam kimi oyatdı. O məndən soruşdu, nə görürsən? Mən dedim, tamamən qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı ütsün bir qab, üstündə 7 çıraq, çıraqlarda da 7 lülə var. Çıraqdanın yanında 2 zeytun ağacı var. Biri yağ qabının sağında, o biri də solunda. Sonra mənimlə danışan mələkdən soruşdum, ay ağam, bunlar nədir? Mənimlə danışan mələk cavab verdi, bunların nə olduğunu məgər bilmirsən? Mən dedim, yox ağam. O mənə cavab verdi, Zərubbabilə Rəbbin sözü budur. Güclə, qüdrətlə yox, ancaq mənim ruhumla. Qoşunlar Rəbbi buyurur. Sən kimsən ey uca dağ? Zərubbabilin qabağında hamarlığa çevriləcəksən. O, Rəbbin lütfü onunla olsun, Rəbbin lütfü onunla olsun nidaları altında məbədin təpədaşını götürəcək. Mənə Rəbbin sözü nazil oldu. Bu evin bünövrələrini Zərubbabilin əlləri qoydu. Onun əlləri də bunu axıra çatdıracaq. O vaxt biləcəksən ki, qoşunlar Rəbbi məni sizin yanınıza göndərib. Kiçik işləri yerinə yetirmə gününə kim həqarətlə baxa bilər? Adamlar Zərubbabilin əlində Şaqulu görəndə sevinəcəklər. Bu 7 çıraq Rəbbin bütün yer üzündə gəzən gözləridir. Mən ondan soruşdum, bəs çıraqdanın sağ və solunda olan bu 2 zeytun ağacı nədir? Sonra cinə soruşdum, bu 2 zeytun budağı nədir ki, içindən qızıl yağ axan o 2 qızıl lülənin yanındadır? O mənə dedi, bunların nə olduğunu məgər bilmirsən? Mən dedim, yox ağam. O mənə dedi, bunlar o 2 məsh olunmuş adamlardır ki, bütün yeryüzünün sahibinin yanında dururlar. Fəsil 5. Mən yenə başımı qaldırıb baxanda uçan bir tumar gördüm. Mələk məndən soruşdu, nə görürsən? Cavab verdim, uçan bir tumar görürəm. Onun uzunluğu 20 qolaç, eni də 10 qolaçdır. O dedi, bu o lənətdir ki, bütün yer üzünə gələcək. Tumarın bir üzünə yazılanlara mütabiq, oğurluq edən hər kəs kəsilib atılacaq. O biri üzünə yazılanlara mütabiq də, yalandan and içən hər kəs kəsilib atılacaq. Lənət göndərəcəyəm, qoşunlar Rəbbi buyurur. Oğrunun evinə və mənim adımla yalandan and içən adamın evinə lənət gətirəcək. O evin içində qalacaq. Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək. Sonra mənimlə danışan mələk yaxınlaşıb dedi, başını qaldır,
ortaya çıxan bu şeyin nə olduğuna bax. Mən soruşdum, bu nədir? O cavab verdi, bu ortaya çıxan şey bir ölçü qabıdır. Sonra əlavə etdi, bu bütün ölkə xalqının təqsiridir. O vaxt qabın qurquşun qapağı qaldırıldı. Qabın içində bir arvad oturmuşdu. Mələk dedi, bu arvad pislikdir. Və arvadı ölçü qabının içinə atıb üstünə qurquşun qapağını bastı. Mən başımı qaldırıb baxanda gördüm ki, 2 arvad çıxdı. Onların qanadlarında külək var idi. Onların leylək qanadlarına bənzər qanadları var idi. Onlar qabı yerlə göy arasına qaldırdılar. Mənimlə danışan mələkdən soruşdum, qabı haraya aparırlar? O mənə dedi, Şinar ölkəsinə aparırlar ki, orada ona bir ev tiksinlər. Ev hazır olanda qab oraya, öz yerinə qoyulacaq. Fəsil 6. Cinə başımı qaldırıb gördüm ki, 2 dağın arasından 4 döyüş arabası çıxır. O dağlar bürüncüdən idi. Birinci döyüş arabasının qırmızı, ikincisinin qara, üçüncüsünün ağ, dördüncüsünün də xallı atları var idi. Hamısı qüvvətli atlar idi. Mənimlə danışan mələkdən soruşdum, ay ağam, bunlar nədir? Mələk mənə cavab verdi, bunlar göylərin 4 səmtinin ruhudurlar ki, bütün yeryüzünün sahibinin hüzurundan çıxırlar. Qara atları olan döyüş arabası şimal ölkəsinə, ağ atları olan döyüş arabası qərb ölkəsinə, xallı atları olan döyüş arabası da cənub ölkəsinə tərəf gedir. Qüvvətli atlar çıxdılar və yer üzünü gəzmək üçün getmək istədilər. Mələk dedi, gedin yer üzünü gəzin. Onlar da gedib yer üzünü gəzdilər. Mələk çığırıb mənə dedi, bax, şimal torpağına gedənlər orada ruhumu rahatlandırdılar. Mənə Rəbbim bu sözü nazil oldu. Qızıl və gümüşü əsirlikdən qaydanlardan, yəni Babildən gələn Xeldəydən, Tobiyadan və Yedəyadan götür və həmin gün Sefənya oğlu Üşiyanın evinə get. Onların arasından qızıl gümüş götürüb tac düzəlt və Yehusadaq oğlu baş kahin Yuşəyin başına qoy. Ona de ki, qoşunlar Rəbbi belə deyir. Bax, Şaxə adlanan adam budur. O, olduğu yerdən qol budaq atacaq və Rəbbin məbədini tikəcək. Rəbbin məbədini tikən odur. O, izzətlənəcək, təxtində oturub hökmranlıq edəcək. Təxtində oturan kahin olacaq və ikisinin arasında tam razılıq olacaqdır. Bu tac Xalemin, Tobiyanın, Yedəyanın, Sefənya oğlu Üşiyanın yad budu kimi Rəbbin məbədinə qoyulacaq. Uzaqda olanlar da gəlib Rəbbin məbədinin tikintisində çalışacaqlar. O vaxt biləcəksiniz ki, məni qoşunlar Rəbbi sizin yanınıza göndəribdir. Əgər tarınız Rəbbin səsinə yaxşı qulaq asasınız, bunlar baş verəcəkdir. Fəsil 7. Dariuş padişahın hakimiyyətinin 4-cü ilində, 9-cu ay olan Kislo ayının 4-cü günü, Zekəriyaya Rəbbin sözü nazil oldu. O vaxt Beytil əhalisi, Şər-Eseri, Regem-Meleki və onun adamlarını Rəbbin hüzuruna göndərdilər ki, yalvarsınlar və qoşunlar Rəbbinin evində olan kahinlərdən və peyğəmbərlərdən soruşsunlar.
aya gərək 5-ci ayda bu çox illər ərzində etdiyimiz kimi cinə də yas tutub özümüzü yeməkdən uzaq saxlayaq? O vaxt mənə qoşunlar Rəbbinin bu sözü nazil oldu. Bütün ölkə xalqına və kahinlərə de, 70 il ərzində o zaman ki 5-ci və 7-ci aylarda oruç tutub yas saxlayırdınız, məgər mənim üçün oruç tuturdunuz. Yeyib içdiyiniz zaman məgər özünüz üçün yeyib içmirdiniz. Məgər Rəbbin bu sözləri həmən sözlər deyil ki, Orşəlimin və ətrafındakı şəhərlərin əmin-amanlıq içində yaşadığı zaman, Negev və Hamar bölgədə insanların sakin olduğu zaman, əvvəlki peyğəmbərlərin vasitəsilə deyilmişdi. Zəkəriyaya Rəbbim bu sözü nazil oldu. Qoşunlar Rəbbi belə deyir. Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət görsətsin. Dul arvada, yetimə, qəribə və yoxsula zülm etməyin. Ürəyinizdə bir-birinizin ziddinə pis niyyətlər tutmayın. Ancaq onlar eşitməkdən boyun qaçırtdılar. İnadkarlıqla arxa çevirdilər. Eşitməmək üçün qulaqlarını bağladılar. Ürəklərini daş kimi bərk etdilər ki, qoşunlar Rəbbin öz ruhu ilə, əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və sözləri eşitməsinlər. Buna görə də qoşunlar Rəbbi onlara çox qəzəbləndi. Qoşunlar Rəbbi deyir, mən çağırdığım zaman onlar qulaq asmadılar. Buna görə də onlar çağırdığı zaman mən də qulaq asmayacağam. Onları tufan kimi tanımadıqları bütün millətlərin arasına səpələdim. Arxa qoyduqları ölkə elə viran qaldı ki, oraya gedib gələn olmadı. Gözəl torpaq xarabalığa çevrildi. Fəsil 8. Mənə qoşunlar Rəbbin bu sözü nazil oldu. Qoşunlar Rəbbi belə deyir. Səhyun üçün böyük qeyrət varımdır. Onun üçün çox qeyrətliyəm. Rəbb belə deyir. Səhyona qayıtdım, artıq Orşəlimdə yaşayacağam. Orşəlim həqiqət şəhəri, qoşunlar Rəbbin dağı, müqəddəs dağ çağırılacaq. Qoşunlar Rəbbi belə deyir. Cinə Orşəlim meydanlarında qoca kişilər və arvadlar oturacaqlar. Hər kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq. Şəhərin meydanları orada oynayan, oğlayan və qız uşaqları ilə dolacaq. Qoşunlar Rəbbi belə deyir. O günlər bu xalqın sağ qalanlarının gözündə bəlkə də əcayib bir iş görünsün. Lakin məgər mənə də belə görünəcək, qoşunlar Rəbbi buyurur. Bax, mən öz xalqımı şərq və qərb ölkələrindən qaytaracağam. Qoşunlar Rəbbi deyir. Mən onları gətirəcəyəm və onlar Orşəlimdə yaşayacaqlar. Onlar mənim xalqım olacaqlar. Mən də sədaqət və salihliklə onların tarısı olacağam. Qoşunlar Rəbbi belə deyir. Qoy əlləriniz qüvvətlənsin. Ey o adamlar ki, peyğəmbərlərin ağzından bu sözləri bu günlər eşidirsiniz. O peyğəmbərlər ki, qoşunlar Rəbbinin evinin bünövrəsi qoyulan gündə dedilər, elə ki, məbəd bina olsun. O vaxtdan qabaq insan və ya canlı məxluqa heç bir əvəz verilmirdi.
Düşmən üzündən heç kəs əminamanlıq içində gedib gələ bilmirdi. Çünki bütün adamları bir-birinin üstünə salışdırmışdı. Ancaq indi bu xalqın sağ qalanları ilə qabaqçı kimi rəftar etməyəcəyəm. Qoşunlar Rəbbi buyurur. Çünki əkilən toxum bəhərli olacaq. Tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcəkdir. Bunların hamısını bu xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm. Ey Yahuda və İsrail nəsli! Siz necə millətlər arasında lənət hədəfi oldunuz, sizi qurtaracağam və siz bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc gəlsin. Qoşunlar Rəbbi belə deyir. Atalarınız məni qəzəbləndirən zaman, istədim ki, başınıza fəlakət gətirim və fikrimdən dönmədim. Qoşunlar Rəbbi buyurur. İndi Orşəlimə və Yahuda nəslinə cinə də yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın. Belə edin, hər kəs öz qonşusuna həqiqəti danışsın. Əminamanlıq üçün şəhər dərvazalarında sədaqət və ədalətlə mühakimə edin. Bir-birinizin ziddinə ürəyinizdə pis niyyət tutmayın. Yalandan and içməyə can atmayın. Çünki bunların hamısı mənim nifrət etdiyim şeylərdir, Rəbb buyurur. Mənə qoşunlar Rəbbin bu sözü nazil oldu. Qoşunlar Rəbbi belə deyir. 4-cü, 5-ci, 7-ci və 10-cu ayların orucları Yahuda xalqı üçün şadlıq və şadlıq dolu gözəl bayramlar olacaq. Buna görə siz düzgünlüyü və barışı sevin. Qoşunlar Rəbbi belə deyir. Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək. Bir şəhərdə yaşayanlar başqa şəhərə gedib deyəcəklər, gəlin yola düşək, Rəbbin huzurunda yalvaraq, qoşunlar Rəbbini axtaraq, mən də gedirəm. Bir çox xalqlar və qüdrətli millətlər Orşəlimə gələcəklər ki, qoşunlar Rəbbini axtarsınlar və Rəbbin huzurunda yalvarsınlar. Qoşunlar Rəbbi deyir, o günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan 10 adam bir Yəhudinin ətəyindən yapışıb deyəcək, qoy sizinlə gedək, çünki eşitmişik ki, tarı sizinlədir. Fəsil 9. Bu ixtar Rəbbin sözüdür ki, Hədrax ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhərinin ziddinə nazil oldu. Çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır. Bu söz oranın sərhəddində olan Xamat şəhərinə, çox becərəkli olan Sur və Sidon şəhərlərinə də aiddir. Sur özünə bir qala tikdi. Torpaq qədər gümüş, küçə palçığı qədər xalis qızıl yığdı. Amma Rəbb onu qovacaq, dəhənizdəki gücünü yox edəcək, od onu yandırıb yaxacaq. Əşkelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək. Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padişah olmayacaq, Əşkelon sakinsiz qalacaq. Əşdodda qarışıq irqlərdən olanlar yaşayacaq. Filistdə yaşayanların təkəbbürünü qıracağam. Ağızlarından qanıdaman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları tarımıza aid olub, Yahudanın bir qəbiləsi kimi olacaqlar. Eqronlular da
Yeboslular kimi olacaqlar? Hücum edən qoşunun ziddinə, hər gəlib gedənin ziddinə, evimin ətrafında ordugah quracağam. Heç bir istehlacı daha xalqımın üstünə tökülməyəcək. Çünki artıq xalqıma mən keşik çəkirəm. Ey Səhyon qızı, böyük şadlıqla coş, ey Orşəlim qızı hayqır. Bax, padişah sənə tərəf gəlir. O salihdir, xilasa malikdir, o həlimdir və bir eşşəyə, sıpaya, eşşəyin balasına minib gəlir. Döyüş arabalarını Efraimdən, atları Orşəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq, padişahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dəhənzdən dəhənzə, çaydan dünyanın ücqarlarına qədər uzanacaq. Sizə gəlincə, əhd qurbanının qanından ötürü, əsirlikdəki xalqınızı susuz quyudan çıxardıb xilas edəcəyəm. Qalanıza qaydın, ey ümid əsirləri. Bugün sizə bildirirəm ki, sizin zəhmətinizin 2 qat əvəzini verəcəyəm. Yahudanı özüm üçün kaman kimi çəkəcəyəm. Efraimi ox kimi ona qoyacağam. Ey Səhyon, övladlarını Yunan övladlarının üstünə qaldıracağam. Səni bir döyüşçü qılıncı kimi edəcəyəm. O vaxt Rəbb xalqının üstündə görünəcək. Onun oxu şimşək kimi çaxacaq, Pərverdigar Rəbb kərənay çalacaq, cənub kürəkləri ilə irəli gedəcək. Onları qoşunlar Rəbbi qoruyacaq, düşmənlərini tələf edəcək, sapan daşları ilə qırıb zəfər tapacaqlar. Onların qanını şərab kimi içib hay-küy salacaqlar. Qurban qanı tökülən qablar kimi, qurbancağın künc bucaqları kimi qanla dolu qalacaqlar. O gün özlərinin tarısı Rəbb, xalqının sürüsü kimi onları xilas edəcək. Onlar onun torpağında tacın cəvahirləri kimi parıldayacaqlar. Necə yaraşıqlı, necə gözəl qalacaqlar. Oğlanlar taxılla, qızlar təzə şərabla güclənəcəklər. Fəsil 10. Yaz yağışı mövsümündə Rəbdən, şimşək çaxdıran Rəbdən yağış istəyin. O insanlara bolluqca yağış və hər kəsin zəmisinə ot verəcək. Bütlər boş şeylər danışırlar. Falçılar yalan röyalar görürlər. Mənasız yuxular danışaraq əbəs yerə təsəlli verirlər. Buna görə də xalq sürü kimi dağınıqdır, əzab altındadır, çünki bir çoban yoxdur. Rəbb deyir, çobanların ziddinə qəzəbim alovlandı, başçılarına cəza verəcəyəm. Qoşunlar Rəbbi öz sürüsü olan Yahuda nəslinin qeydini çəkəcək. Onları əzəmətli döyüş atları kimi edəcəkdir. Ondan künc daşı, çadır mıxları və döyüş kamanı gələcək. Bütün xalq başçıları ondan çıxacaqlar. Onlar döyüşdə düşməni küçələrdə palçıqda tapdalayan icidlər kimi olacaqlar. Rəbb onlarla olduğu üçün döyüşəcəklər, atlıları utandıracaqlar. Yahuda nəslini
qüvvətləndirəcəyəm. Yusif xalqını qurtaracağam, onları geri qaytaracağam, çünki onlara ürəyim yanır. Elə edəcəyəm ki, sanki onları heç əvvəlcədən rədd etməmişdim. Çünki mən onların tarısı Rəbbəm və onlara cavab verəcəyəm. Efraimlilər icidlər kimi olacaqlar. Şərab içmiş kimi ürəkləri coşacaq. Övladları bunu görüb sevinəcəklər, ürəkləri Rəbdə şadlıq tapacaq. Fit çalıb onları bir yerə yığacağam. Çünki mən onları satın almışam. Əvvəllər necə çoxalırdılar, indi də eləcə çoxalacaqlar. Gərçi onları xalqlar arasına səpələyirəm, lakin uzaq ölkələrdə məni yada salacaqlar. Övladları ilə birlikdə sağ qalacaqlar və geri qayıdacaqlar. Mən onları cinə Misir ölkəsindən gətirəcəyəm. Aşordan bir yerə yığacağam, onları Gilad torpağına, Lobnana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq. Əziyyət dəhənzindən keçəcəklər. Dəhənzin şəpələri yatışdırılacaq. Nilin bütün dərin suları quruyacaq. Aşorun təkəbbürü alçaldılacaq. Misirin padişahlıq əsası əlindən alınacaq. Onları Rəbdə qüvvətləndirəcəyəm. Onlar da Rəbbin adı ilə yaşayacaqlar. Rəbb buyurur. Fəsil 11. Ey Lobnan, qapılarını aç ki, od sənin sidr ağaclarını yandırıb yaxsın. Ey şam ağacı, şivən et. Çünki sidr ağacı yıxıldı, şövkətli ağaclar məhv oldu. Şivən edin, ey Başan palıdları, çünki qalın meşənin ağacları böyrü üstə açdı. Çobanların çığırışını eşit, çünki onların şövkətli otlaqları məhv oldu. Cavan aslanların nəriltisinə qulaq as, çünki Ordon çayının kənarındakı sıx meşə yox oldu. Tarım Rəbb belə deyir. Kəsmək üçün ayrılmış sürünü otar. O sürünün qoyunlarını alanlar onları kəssə də təqsirsiz qalır. Onları satanlar Rəbbə həmd olsun dövlətli oldum deyir. Çobanlar öz sürülərinə acımırlar. Mən də daha ölkədə yaşayan xalqa acımayacağam. Rəbb buyurur. Hər kəsi öz qonşusuna və padişahına təslim edəcəyəm. Ölkəni dağıdacaqlar, mən də xalqı əllərindən qurtarmayacağam. Buna görə də kəsmək üçün ayrılmış sürünü otardım. Xüsusən də lap zəiflərini. Özümə 2 dəyənək götürdüm. Birini iltifat, o birini də birlik adlandırdım və sürünü otarmağa başladım. Bircə ayın içində 3 çobanı işdən qovdum. Çünki onların əlindən təngə gəlmişdim. Onların da məndən zəhləsi gedirdi. Sonra sürüyə dedim, daha sizi otarmayacağım. Ölən ölsün, kəsilən kəsilsin. Yerdə qalanlar da bir-birlərinin ətini yesin. Sonra İltifat adlı dəyənəyimi götürdüm və onu qırdım ki, bütün xalqlarla bağladığı əhdi pozun. Beləcə əhd o gündən pozuldu. Sürünün mənə baxan zəifləri başa düşdülər ki, bu Rəbbin sözüdür. Mən onlara dedim, əgər bu sizə xoşdur, mənim müzdümü verin. Əgər belə deyil, verməyin. Onlar mənə ücrət olaraq
30 gümüş hesab etdilər. Rəbb mənə dedi, onların məni qiymətləndirdiyi bu uca müzdü küzəcərə at. Beləcə 30 gümüşü götürüb, Rəbbin məbədində olan küzəcərə atdım. Sonra birlik adlı o biri dəyənəyi də qırdım ki, Yahuda ilə İsrail arasındakı qardaşlığı pozul. Rəbb mənə dedi, cinə ağılsız bir çobanın əşyalarını özün üçün götür. Mən ölkəyə elə bir çoban qoyacağam ki, həlak olanların qeydinə qalmayacaq, dağılmışları axtarmayacaq, yaralıları sağaltmayacaq, sağlara yemək verməyəcək. Ancaq kök qoyunların ətini yeməklə, dırnaqlarını parçalamaqla məşğul olacaq. Sürünü tərk edən yaramaz çobanın vay halına. Qoy qılınc onun qolunu və sağ gözünü vursun. Qoy onun qolu qurusun, sağ gözü kör olsun. Fəsil 12. Bu ixtar İsrail barədə nazil olan Rəbbin sözüdür. Göyləri yayan, yerin bünövrələrini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə buyurur. Bax, Orşəlimi, onun ətrafındakı bütün xalqlar üçün gicəldən kasa edəcəyəm. Orşəlim kimi Yahuda da mühasirəyə alınacaq. O gün Orşəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm. Onu qaldıranların hamısı ağır yaralanacaq. Dünyanın bütün millətləri onun ziddinə birləşəcək. O gün hər atı dəhşətə, atlısını dəliliyə düçar edəcəyəm, Rəbb buyurur. Mən Yahuda nəslinə göz qoyacağam, amma o biri xalqların bütün atlarını kör edəcəyəm. O vaxt Yahuda başçıları ürəklərində deyəcəklər, Orşəlim xalqı öz tarısında, qoşunların Rəbbində güclüdür. O gün Yahuda başçılarını odunların arasında yanan bir manqal, dərzlərin ortasında alovlanan bir məşəl kimi edəcəyəm. Sağda və solda olan bütün xalqları yandırıb məhv edəcəklər, lakin Orşəlimlilər cinə Orşəlimdə olan yerlərində yaşayacaqlar. Mən Rəbb əvvəlcə Yahuda xalqının məskənlərini xilas edəcəyəm. Ona görə ki, Davud nəsli və Orşəlimdə yaşayanlar Yahudadan çox şərəfli olmasın. Mən Rəbb o gün Orşəlimdə yaşayanları hifz edəcəyəm. O gün onların arasında lap gücsüz adam Davud kimi, Davud nəsli də tarı kimi, onların qabağında gedən Rəbbin mələyi kimi olacaqdır. O gün bu niyyətdə olacağam ki, Orşəlimə hücum üçün gələn bu millətləri məhv edim. Davud nəsli və Orşəlimdə yaşayanların üstünə feyz və yalvarış ruhunu tökəcəyəm. Onlar mənə, bədənini deşdikləri adama baxacaqlar və yeganə oğluna yas tutan adam kimi ona yas tutacaqlar. İlk oğlu üçün dərd çəkən adam kimi dərd çəkəcəklər. O gün Orşəlimdə böyük matəm olacaq. Megiddo ovasında, Hədəd Rimmonda olduğu kimi böyük matəm olacaq. Ölkədə hər nəsil öz içində yas tutacaq. Davud nəsli ayrı, arvadları ayrı, Natan nəsli ayrı, arvadları ayrı, Lavi nəsli ayrı, arvadları ayrı, Şim'i nəsli ayrı, arvadları ayrı yas tutacaq. Bütün qalan nəsilləri ayrı-ayrı, arvadları da ayrı yas tutacaq.
Fəsil 13. O gün bir çeşmə açılacaq ki, Davud nəslini və Orşəlimdə yaşayanları günahdan və nəcislikdən təmizləsin. O gün ölkədən bütlərin adını bir dəfəlik siləcəyəm. Onlar bir daha xatırlanmayacaqlar. Yalancı peyğəmbərləri də, nəcis ruhu da ölkədən götürəcəyəm. Qoşunlar Rəbbi buyurur. Əgər kimsə cinə nəbli getsə, onu dünyaya gətirmiş ata-anası ona deyəcək, sən yaşaya bilməzsən. Çünki Rəbbin adı ilə yalan deyibsən. Nəbilik edəndə öz ata-anası onun bədənini deşəcəklər. O gün hər peyğəmbər nəbilik edərkən ona nazil olan röyadan utanacaq. O daha insanları aldatmaq üçün tüklü paltar geyməyəcək. O deyəcək, mən peyğəmbər deyiləm, əkinçiyəm, cavanlığımdan bir adam məni özünə qul etdi. O biri ondan soruşacaq, bəs sinəndəki bu yaralar nədir? O da deyəcək, dostlarımın evində aldığım yaralardır. Oyan ey qılınc, çobanımın, yaxınımın üstünə get, qoşunlar Rəbbi buyurur. Çobanı vur, qoyunlar dağılar, mən də əlimi kiçiklərin ziddinə qaldıraram. Bütün ölkədə xalqımın 2/3 vurulub öldürüləcək. Lakin 1/3 onda qalacaq, Rəbb buyurur. Qalan 1/3 oda salacağam. Onları gümüşü təmizləyən kimi təmizləyəcəyəm. Qızılı yoxlayan kimi yoxlayacağam. Onlar mənim adımı çağıracaqlar, mən də onlara cavab verib, bunlar mənim xalqımdır deyəcəyəm. Onlar da Rəbtarımızdır deyəcəklər. Fəsil 14. Bax, Rəbbin günü gəlir ki, o gün sizin qarət olunmuş mallarınız aranızda bölüşdürüləcəkdir. Mən bütün millətləri bir yerə yığacağam ki, Orşəlimin ziddinə müharibə etsinlər. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, arvadlara təcavüz olunacaq. Şəhər əhalisinin yarısı əsirliyə göndəriləcək, amma qalanları şəhərdə qalacaqlar. O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşür, eləcə də millətlərin ziddinə döyüşəcək. O gün onun ayaqları Orşəlimin qabağında, şərq tərəfində olan Zeytun dağının üstündə duracaq. Zeytun dağı şərqə və qərbə tərəf ortadan yarılıb çox böyük bir dərə olacaq. Dağın yarısı şimala, yarısı cənuba çəkiləcək. Siz amma dağlarındakı dərə ilə qaçacaqsınız. Çünki dağlardakı dərə Asələ qədər uzanacaq. Yahuda padişahı Uziyanın dövründə zəlzələ olarkən necə qaçdınız, eləcə qaçacaqsınız. O zaman Tarım Rəbb bütün müqəddəslərlə birlikdə gələcək. O gün işıq olmayacaq, işıq verən göy cisimləri qaralacaq. Ancaq Rəbbin bildiyi bu gün taysız bir gün olacaq. Gecə də olmayacaq, gündüz də olmayacaq. Axşam vaxtı işıqlı olacaq. O gün Orşəlimdən həyat verən sular axacaq. Suların yarısı şərq dəhənzinə, yarısı da qərb dəhənzinə axacaq. Həm yayda belə olacaq, həm qışda. Rəbb bütün dünyanın padişahı olacaq. O gün ancaq Rəbb və ancaq onun adı qalacaq. Bütün ölkə
Gebədən Orşəlimin cənubundakı Rimmona qədər Ərəba ovası kimi olacaq. Amma Orşəlim ucalıqda olacaq. Benyamin dərvazasından ilk dərvazanın yerinə, Künc dərvazasına, Xənənel bürcündən padşahın üzüm sıxanlarına qədər öz yerində duracaq. İnsanlar orada sakin olacaqlar və artıq heç lənət olmayacaq, Orşəlim əmin-amanlıqda yaşayacaq. Orşəlimə hücum edən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq. Ayaq üstə olanda bədənləri, hədəqələrindəki gözləri, ağızlarındakı dilləri çürüyəcək. O gün Rəbb onları böyük iztiraba düçar edəcək. Hər kəs qonşusunun əlini tutacaq, bir-birinin üstünə hücum çəkəcək. Yahudalılar da Orşəlimdə vuruşacaqlar. Ətrafdakı bütün millətlərin sərvəti, çoxlu miqdarda qızıl, gümüş və paltar yığılacaq. Düşmən ordugahlarındakı bütün heyvanlar da, yəni atlar, qatırlar, dəvələr və eşşəklər də bu cür bəlaya düçar olacaqlar. Orşəlimə hücum edən millətlərin sağ qalanların hamısı hər il Orşəlimə gedəcəklər ki, qoşunlar Rəbbi olan padşaha səcdə etsinlər və çardaqlar bayramını keçirsinlər. Əgər yer üzündəki nəsillərdən hansısı qoşunlar Rəbbi olan padşaha səcdə etmək üçün Orşəlimə getməsə, onun ölkəsinə yağış yağmayacaq. Misirlilər nəsli Orşəlimə getməsə, onların torpağı suvarılmayacaq. Rəbb onlara da o cəzanı verəcək ki, çardaqlar bayramını keçirmək üçün Orşəlimə getməyən bütün millətlərə verir. Misirlilərə və çardaqlar bayramını keçirmək üçün Orşəlimə getməyən bütün millətlərə belə cəza veriləcək. O gün atların zingirovları üstünə Rəbbə vaxt edilmiş sözləri yazılacaq. Rəbbin evindəki qazanlar da qurbancahın qabağındakı ləyənçələr kimi olacaq. Orşəlim və Yəhudada hər qazan qoşunlar Rəbbinə vaxt olunacaq. Qurban kəsən adamların hamısı gəlib bu qazanlardan qurban ətini pişirmək üçün istifadə edəcəklər. O gün qoşunlar Rəbbin evində artıq Kənaanlı tacir qalmayacaq.